Alo? Alo? Təcili bura polis göndərin. Biri bizi öldürmək istəyir. Mən yaralıyam. Adresi verirəm. Xahiş edirəm, yardım edin. Alo? Alo? Cavab verin də. Telefondakı şəxs heç bir cavab vermədi. Amma telefondan səslər gəlirdi. Bu səs gündə bir neçə qutu siqaret çəkən birisinin xırıltılı nəfəsinə bənzəyirdi. Səsləri sadəcə telefonda deyil, artıq yavaş-yavaş kürəyində hiss etməyə başlayırdı. Çünki telefondakı şəxs arxasında idi. Heç 2 addım atmağa macal tapmadan başının arxa hissəsində qalın bir viski şüşəsi parçalandı. Huşunu itirən Seymur daha sonra gözünü açdığında hamamda olduğunu fərq etdi. Əlləri, ayaqları bağlı halda hamamda uzanmışdı. Artıq işıqlar da yanırdı. Biraz sonra içəri birisinin daxil olduğunu gördü. Sifəti bəmbəyaz, gözləri qapqara rəngə boyanmış biri idi. Hər iki əlini əlcək taxan bu şəxs daha öncədən hazırladığı içi su dolu vedrəni Seymurun önünə qoydu. Vedrənin içindən sərt bir qoxu gəlirdi. Çünki bu adi bir su deyildi. İçi xlor dolu idi. Seymur Tamerlanın nə etmək istədiyini başa düşdü. Yox, buna ehtiyac yoxdur Tamerlan. Anam bacım sənin olsun, nə istəsən edərəm. Amma bunu etmə mənə Tamerlan. Tamerlan mı? Saf. Yazıq Tamerlan. Səncə o belə bir şey edə bilərdimi? Mən Tamerlan deyiləm. Tamerlan arvadının ona xəyanət etməsi ilə birlikdə öldü. Seymurun saçından tutub başını vedrəyə doğru salladı. Artıq Seymurun dirənəcək gücü qalmamışdı. Nə qədər çırpınsa da bir müddət sonra xlorlu suyun təsiri ilə qorxunc bir şəkildə can verdi. Qrim ustası daha sonra otağa keçdi. Nigar otağın ortasında əlləri arxadan stula bağlanmış vəziyyətdə yatırdı. Qarşısına stul qoyub əyləşdi və ironik cümlələri söyləməyə başladı. Oo, Nigar xanım, necə yatdınız? Bağışlayın, narahat etdim sizdə. Qoymadım gül kimi işinizi görəsiniz. Tamerlan, bu sənsən. Nə olub sənə? Bu nə haldır? Olmadı ki. Bayaq sevgilinə də dedim. Tamerlan arvadının ona xəyanət etməsi ilə birlikdə öldü. Ancaq çox istəyirsənsə, sənin xətrin üçün bir dəfəlik də olsa Tamerlanı geri qaytara bilərəm. İstəyirsən?